Çünki hər zaman bu olimpiyadada da, yəni Yapon idmançısından uduzmuşdum, burada da uduzdum. Yəni qabağımı kəsdiyinə görə biraz məyus olmuşam. Yəni ona qalib gəlmək istirdim. Çünki olimpiyadada o qabağımı kəsmişdi mən. Yəni mənim işlək əlimi yəni bilir və ancaq onun üzərində işləyir. Yəni sağa güləşən olsam, yəni rahat keçmək olar. Sadəcə sola durduğuma görə sol əlimi yığır, ona görə də güləşə bilmirəm oyuna. Yəni 4 görüş elə bir çətinlik çəkmədim. Yəni Qazaxıstan olardı belə. Belə çətinlik heç birindən çəkməmişəm. Bura gələndə ona görə gəlmişdim. Çünki çox hazırlıq keçmişdi buna və həm də özümü sübut eləmək istirdim ki, mən 60-da güclərdən biriyəm. İndi hər şey əladır. İndi bundan sonra yəni son yarış idi, yəqin ki, indi istirahət etmək istəyirəm.